Sosial yardımlar və dövlət dəstəyindən danışırıq. Pərvanə xanım, ünvana sosial yardım almaq üçün hansı şərtlər tələb olunur? Ünvanlı sosial yardım almaq üçün birinci növbədə az təminatlı ailələr olmalıdır. Yəni ailəni dolandıracaq məbləğ minimum həddə olmalıdır. Yəni onların dolanmasına kifayət etməməlidir. Adına heç bir əmlak olmamalıdır, heç bir əşya olmamalıdır. Yəni faktik olaraq bunun mülkiyyətində maşını varsa ona daşınar və daşınmaz əmlak olmamalıdır ki, ona sosial yardım düşsün. Bir də yanılmıramsa kommunal xidmət ödəyicisi olmalıdır. Bəli, kommunal xidmət adına vöyün olmalıdır. Əgər hər hansı bir yerdə işləyirsə, minimum əmək haqqı almalıdır. Bəli, siz onu çox gözəl vurğuladınız ki, az təminatlı ailələr. Çünki çox zaman vətəndaşlar heç bir yerdə işləmədiyi halda müraciət edirlər və bunun üçün sosial yardım istəyirlər. Hüquqşünasımızın da vurğuladığı kimi, yalnız az təminatlı, heç təminatsız ailələr üçün nəzərdə tutulmayıb. Az təminatlı ailələr üçün. Sosial yardım almaq üçün müraciətdə imtina verilərsə, vətəndaş nə edə bilər? İmtina verilərsə, yenidən sənədlərini toplayıb yenidən müraciət edə bilər. Əgər yenidən imtina gələrsə, məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müstəvisində bu artıq həllini tapa bilər. Bəli. Aydındır. Bəs dövlət sosial yardımı hansı hallarda dayandıra bilər? Səhv məlumat verildikdə, əgər imtiyazları varsa, yanlış məlumat verirlər, məlumatları gizlədirlər, səhv yönləndirirlərsə, o halda dayandırılır. Bu sualın bir də əgər az təminatlı ailə, yəni minimum həyat səviyyəsi yaxşılaşdıqda dayandırılır. Əlavə gəliri varsa, əlavə artıq dayandırılır. Bəs yanlış məlumat veribsə və məsəl üçün bir neçə ay sosial yardım alıbsa, sonradan məlum olubsa ki, bu yanlış məlumat verib, o aldığı məvacib ödənişləri geri qaytarılır mı? Bəli, geri qaytarılacaq. Aydındır. Təşəkkür edirəm Pərvanə xanım.